Salamlayıram hər birinizi. Çay ətrafından biraz aralaşdım ki, bitkilər haqqında maarifləndirici söhbətlərim eşidilə bilsin. Bu gördüyünüz bitki Melissa officinalis, bədrənc bitkisidir. Təəssüflər olsun ki, vətənimizdə Melissa adından Türkiyədən gətirilmiş Alosia citradora bitkisi satılır. Bunu da insanlarımız alır, istifadə edir, heç bir faydasını da görmür. Ona görə ki, həqiqi təbabətin Melissa officinalis bitkisi deyil. Bu gördüyünüz isə əsl Melissa bitkisidir. Düzdür, kicitkən və ballı baba bitkisinə bənzəyir, amma kəskin limonsu bir qoxusu var. Bunu belə ayırt etmək olur. Faydalarını sıralasaq, antiviral, antidepressiv, sinirləri qüvvətləndirici, ürək bulanma, qusma əleyhinə, iç huzursuzluq, stresə qarşı, yata bilməmək, yuxu problemlərinə qarşı çox gözəl bir bitkidir. Ürəyi sakitləşdirici, həyəcan və yüksək təzyiqə qarşı çox faydalıdır. İmmun sistemini stimullaşdırıcı bir bitkidir. Beynəlxalq səviyyədə qorunan mərkəzi tibb kitabxanasında 6103 klinik və laborator araşdırmaları yer almaqdadır. Bitkimizin yüksək dozlarda istifadəsindən çəkinin. Çünki şəfa həmişə dozdadır, bunu biləsiniz. Heç bir bitkini yüksək dozlarda istifadə etməyin. Normal dozlar əsl şəfa verici qüvvəsini göstərir. Melissa officinalis bədrənc bitkisi. Yüksək dozlarda istifadə etsəniz ciddi təzyiq düşüşləri, eləcə də ürəyin atışları baskılana bilər. Bitkimiz ürəyin vuruş aralığını uzadan bir bitkidir. Bunu nəzərinizdə saxlayın. Normal dozlar daha yaxşıdır. Melissa officinalis bədrənc bitkisi. Qoxusu da insanı məst eləyir. Aman Allah, qoxu möhtəşəmdir.